Doğru qərar verdiyini necə bilirsən? Bəzən bir qərar verirsən və içində bir sual qalır. Görəsən düz elədim? Əslində doğru qərarın 3 sadə əlaməti var. 1. Qəlb rahatlığı. Əgər qərardan sonra içində ağır bir narahatlıq yoxdursa, vicdanın sakitdirsə, bu doğruya işarədir. Əksinə, içində sıxıntı varsa, sanki nəsə düz gəlmirsə, bu xəbərdarlıqdır. 2. Günahdan uzaq olması. İslamda belə buyurulur: səni tərəddüdə salan şeyi tərk et, səni rahat edənə yönəl. Yəni, şübhə varsa, səhv var. 3. Sonunda xeyir açılması. Doğru qərar bəzən çətin olur, amma yol açılır. Səhv qərar isə əvvəl rahat gəlir, sonra peşmanlıq gətirir. Quran belə bildirir: ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Yəni, hisslərin həmişə xoş olmayacaq, amma nəticə səni xeyrə aparacaq.